Bir neçə gün bundan əvvəl keçirilmiş bir sorğuya baxdım. Şəhərdə keçirilib, Bakının küçələrində. İnsanlara mikrofon uzadırlar və soruşurlar. Ən çox da yaşla bağlı təqaüdə pensiya çıxanlardan necə dolanırsan? Hamı deyir pis dolanıram. Bir qarnı aç, bir qarnı tox. Neçə yaşın var? 70 yaşım. Neçə yaşın var? 69. Neçə yaşın var? 75. Nə qədər təqaüd alırsan? 220 manat. Və bəziləri deyir ki, siz belə aparıcı da, belə mikrofonu uzanan gənc bir oğlandır. Deyir, siz bu pulu nəyə xərcləyirsiniz? 1 kilo yağ, insan nə qədər yanlış, tərkibi yanlış olan yağ yeməlidir. İnsan bir dəfə də kərə yağı yeməlidir. Kərə yağı, ən yaxşı kərə yağı 30 manatdır, 25 manatdır. Ətin kilosu 20-dən artıqdır. Toyuq əti, elə bax filesi özü 9 manat, 10 manatdır. Süd məhsulları, məmulatları var, süd. Qiymətləri neçədir? Ən yaxşısı biz 1,1% yağlılıqdan danışmırıq. Azından bu insan bir dəfədə 3,5% olan yağlılığı olan pendir almalıdır, süd almalıdır, qatıq almalıdır, xam almalıdır. Meyvələr həmçinin. 220 manat nədir? Hörmətli millət vəkillərimiz, niyə bunu gündəmə gətirmirsiniz? Bu insanlar yazıqdır. Bizim sayğacı yoxlamağa gəlmişdilər qışda. Həmin kurator bilirsiniz nə dedi? Dedi, o tərəfdə bir qadın var. Neçə dəfə onun evinə getmişəm, yaşlı qadındır. Deyir, ədyala bürünüb, məni qarşılayır da. Yəni, açır onun sayğacını yoxlayıram. Evində o xətlər var da, onları yoxlayıram. Deyir, o heç vaxt qaz yandırmır. Deyir, ayda deyir 2-3 dəfə yandırıram gecə. O şaxtanı, soyuğu öldürürəm, sonra yatağa girirəm. Deyir, mənim gücüm çatmır o pulu verməyə. Çünki mən yaşla bağlı təqaüdə çıxmışam. 220 manat alıram. Hörmətli, ağıllı millət vəkillərimiz, çox hörmətli millət vəkillərimiz, elə üzümü dövlət başçımıza da tuturam. Bu millət vəkillərimizə tapşırın, deyin, göstəriş verin, qoy araşdırsınlar, qoyun bunu gündəliyə salsınlar. 220 manatla insan necə dolana bilər? Bir dənə təzyiq dərmanı 29 manatdır. Bir şəkər dərmanı 60 neçə manatdır. İçərisində cəmi 30 həb var. Bir ay ərzində onu atmalıdır. Növbəti ay yenə də almalıdır. Bu adamın ayağı ağrıdır, bu adamın gözü ağrıdır, bu adamın qulağı ağrıdır, bu adamın nələri 220 manatla necə dolanmaq olar? Hörmətli millət vəkilləri, 10 min, 15 min, 20 min, 8 min siz əmək haqqı alırsınız.